Dostlar salam. Növbəti məntiq testimizi həll edək. Sual işarəsinin yerinə uyğun gələn fiquru tapın. Baxırıq ki, bizə müxtəlif fiqurlar verilib və biz də bu verilmiş fiqurlar arasında qanunauyğunluğu müəyyən edib, sual işarəsinin yerinə uyğun gələn fiquru tapacaq. İlk öncə bu tip testlərdə çalışmaq lazımdır ki, birinci eyni oxşar fiqurlar arasında qanunauyğunluğu tapaq. Sonra yenə digər oxşar fiqurlar arasında. Məsələn, birinci verilmiş dairə 3 dairədən biri ştrixli, biri halqalı dairə, biri isə 4 hissəyə bölünmüş dairədir. Və biz də birinci ştrixlərlə olan dairələr arasında qanunauyğunluğu müəyyən edək. Sonra ikinci halqalı dairələr arasında qanunauyğunluğu müəyyən edək. Daha sonra isə 4 hissəyə bölünmüş dairələr arasında qanunauyğunluğu müəyyən edək. İlk öncə baxırıq ki, ştrixli dairəmiz yuxarı hissəsi sağ tərəfə, aşağı hissəsi isə sol tərəfə olaraq xətlənmişdir. İkincidə isə gördüyümüz kimi yuxarı hissəsi sol, aşağı hissəsi sağ. Yəni tam əksinə. Üçüncü olan ştrixli dairəmiz isə birinci kimi təkrarlanır. Sonra isə yenə də ikinci kimi. Deməli, iki formalı dairədir və sıra ilə bir-birini əvəzləyir. Və baxırıq ki, ən sonuncumuz yuxarı hissəsi sağa, aşağı hissəsi sola olan ştrixdir. Və deməli, növbəti dairəmizdə ştrix yuxarı hissə solda, aşağı hissə isə sağda olacaq. Və bu tip olmalıdır. Deməli, o da A variantına uyğundur, B variantına uyğundur, C uyğun deyil, D uyğundur, Y uyğundur. Bir C variantımızı sildik. Keçirik növbəti halqalı dairəmizə. Baxırıq ki, dairəmizin ortasında bir təzə dairə çəkilib, yeni dairə və onun qara rənglə rənglənib və kənarlar ağ halqadır. İkincidə isə eyni formadır, amma bu dəfə qara rəngin yerinə ştrixdir. Üçüncüdə isə diqqətlə baxsaq, eyni formadır, birincinin əksidir, yəni kənarlar halqa qara, ortadakı dairə isə ağdır. Növbətidə isə gördüyümüz kimi birinci çəkilmiş dairə təkrarlanır. Kənarlar ağ, orta isə qara. Və növbətidə isə gördüyümüz kimi ikinci dairə təkrarlanır və 3 dairədən bir təkrarlanır. Deməli, növbəti sual işarəsinin yerinə olacaq dairəmiz də ştrixli ortadakı dairədən sonra gələn olacaq və bu formalı olacaq. Kənar halqalar qara, orta isə ağ dairə. Və baxırıq ki, A variantı buna uyğun deyil, B variantı düzgündür, D variantı uyğun deyil, Y variantı düzgündür. Və keçirik üçüncü formalı olan 4 hissəyə bölünmüş dairəmiz arasında qanunauyğunluğu müəyyən etməyə. Baxırıq ki, dairəmiz 4 hissəyə bölünüb və aşağıda sol tərəfdəki qara rənglədir. Və növbətdə isə yuxarıda sol tərəfdəkidir. Saat əqrəbi istiqamətində bir xana qara dairə irəli istiqamətlənib. Növbətdə isə yuxarıda sağ tərəfdədir. Gördüyümüz kimi saat əqrəbi istiqamətdə növbəti bir addım irəli gedib. Növbətdə isə aşağıda sağ tərəfdə və saat əqrəbi istiqamətində hərəkət edir və növbətdə bir addım yenə saat əqrəbinin istiqamətində bir xana irəli hərəkət edir və növbətidə isə bu hissədə olacaq. Saat əqrəbi istiqamətində bir xanada irəli gedəcək və yuxarıda solda yerləşəcək. Diqqətlə baxsaq görərik ki, Y variantı da yuxarıda sağdadır və bu səhvdir. B variantı isə yuxarıda soldadır və bizim cavaba uyğundur. B variantı düzgün cavab oldu. Dostlar, testlə bağlı hər hansı suallarınız olarsa, yorumlarda yazın, tezliklə cavablandıracağam. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.